Сейчас у нас будет проповедь. İndi bizdə Allahın sözü olacaq. Господь дал возможность делиться Словом Божьим. Allah bizə fürsət verib ki, Allahın sözünü bölüşək. И сегодня будем говорить об одной из серий наших проповедей, то есть одной из проповедей из цикла наших проповедей. Bizim seriya vəzimizdən bir mövzu haqqında bölüşəcəm. Который называется «Иисус и надежда». İsa Məsih və ümid. Да, если можно открыть презентацию. Mümkünsə təqdimatı açarız. Да, надежда. Ümid. Да, мир не может жить без надежды. Dünya ümidsiz yaşaya bilmir. Я вот такую фразу прочитал, что человек может прожить без еды до 40 дней. Mən belə bir fikir oxumuşam. İnsan yeməksiz 40 gün yaşaya bilər. Я точно не смогу столько прожить. Ruslan dəqiq o qədər yaşaya bilməz. Человек может прожить без еды 3 дня. Bez воды. 3 gün susuz qala bilər. 8 минут без воздуха. 8 dəqiqə havasız. И ни секунды без надежды. Saniyə belə ümidsiz. Писатель Достоевский, которого все знаете, Dostoyevski qardaşımız, yazıcı, hamımız onu tanıyırıq, bilən hamımız əsərlərini oxumuşuq onu. да, сказал, что когда мы теряем надежду, мы перестаем жить. O deyib ki, biz ümidimizi itirəndə yaşamımız dayanır, həyatımız dayanır. Да, недавно читали мы книгу с Рустамом. Ruslanla Rüstəm kitab klubu yadıb kitab oxuyanda, Да, там говорилось о как бы людях в концлагере. orada danışırdı bir insan hansı ki konslagerdə idilər. Ну, во время Второй мировой войны. İkinci Dünya müharibəsi zamanı. И там говорилось, что когда люди, вот эти вот пленники, когда они имели какую-то надежду, они жили дольше. Orada danışır ki, o insanlar hansılar ki, ümidi var idi, konslagerdə əsiri olan insanlar. Ümidi olanlar hamısından çox yaşayırdı. Bütün insanlar çox yaşayırdı. Были такие люди, которые думали, что к Рождеству война закончится, там, в 44-м или 43-м году, и они надеялись, что именно к Рождеству эта война закончится, и они будут освобождены. O insanlar bəzilər düşünür ki, 44-cü ildə, 43-cü ildə, bax, o yeni ilə qədər, milada qədər müharibə bitəcək. Да, к сожалению, война не заканчивалась. Əfsər olsun ki, müharibə bitmirdi. И эти люди буквально через пару дней умирали. Elə olur ki, insanlar ümidləri yerinə yetməndə ölürdülər. Да, то есть человеку необходима надежда. İnsanlara ümid vacibdir. Сегодня, когда я захожу в Google, я вижу различные всплывающие окна надоели. Может, вы тоже встречались с ним, вот такие разные, со всех сторон они выходят из рекламы. Google-a? Да, в Google, да, на Məsələn, странице. Google-a girəndə, səhifəyə girəndə, gör sağda, solda, hansı səhifələrdə belə mənasız axmaq Да, reklamlar. и крестики nажимаешь, чтобы закрыть их всех. Hamısı X basırsan ki, liş bu reklamlardan qurtulasan. Да, и я обращаю на них внимание, там многие говорят, что там как бы рекламы такие, что как справиться с безнадёгой, например. Məsələn, orada reklamlarda belə bir şey, ümidsizliklə necə baş eləyəsən? Да, sredstva против депрессии. Depressiyaya qarşı müalicə, nə bilim, Да, ага. Слабости духа. ruh düşkünlüyünə qarşı nə edəsən? И почему столько много этих реклам? Niyə bu qədər belə reklam bolluğu var bu mövzuda? Потому что люди сегодня нуждаются в надежде. Çünki insanlar bu günləri ümidə böyük ehtiyacları var. И во время ковида это особенно было так ярко выражено. O Covid dövründə isə insanların xüsusən buna ehtiyacları var. Да, люди sидели дома, некоторые не получали зарплату. İnsanların bir çoxları evdə otururdu, heç maaş almırdı. Да, это было сложное время для многих. İnsanların çoxu üçün bu çətin bir dövr idi. Было проведено исследование в Гарвардском университете, который выявил, что больше половины молодых людей, они страдают депрессией или апатией. Harvard Universitetinin tədqiqatçıları belə bir nəticəyə gəlib çıxmışlar öz tədqiqatları nəticəsində ki, gənclərin çoxusu depressiyadan əziyyət çəkir. Да, и это Apatiyadan əziyyət çəkir, laqeydlikdə apatiyadan. И это не только влияет лично на нас, но и на наши семьи. Bu təkcə bizdə təsir eləmir, hətta ailəmizə də təsir, əgər birində varsa, birimizdə varsa. Как ты смотришь на цифры развода в Азербайджане, в нашей стране, Məsələn, ölkəmizdəki boşanmaların rəqəmlərinə baxanda ужасаешься реально. dəhşətə gəlirsən Они boşanmalar. так выросли за последние 5 лет. O boşanmalar bu 5 ildə nə qədər artıb, nə qədər çoxal faizi. Да, люди выходят замуж или женятся, и они уже знают, что они разведутся. İnsanlar ailə qurur, amma o düşüncə ilə ki, onlar boşanacaqlar. Почему? Niyə? Потому что люди потеряли надежду в институт семьи. Они не Çünki верят. insanlar ailə institutuna qarşı ümidlərini itiriblər. Да, они не верят в то, что семья это
то, что может дать нам надежду или объединять нас. İnsanlar düşünmürlər ki, artıq ailə ümid yerdə, harda ki biz birləşəcəyik, harda ki biz birlikdə yaşayacağıq. Да. И сегодня также в Азербайджане, то, что я вижу, люди все больше и больше поглощаются материализмом. Və bu gün Azərbaycanda ətrafımızda insanlar hər gün daha çox bu maddi şeylərə, material şeylərin qayğısı ilə dolurlar. Да, почему-то вдруг все мы не можем жить без наших различных гаджетов, там устройств. Fikir verirsiniz, indi insanlar heç biri belə smartfonlarsız yaşaya bilmirlər. Da, Texnikasız yaşaya bilmirlər. Смарт-часы, я не знаю, всех должны быть смарт-часы. İnsanların çoxsunda smart saatlar var. Без кофемашин, İnsanlar kofe maşınısız yaşaya bilmirlər. без air-fryer, Air fry nədirsə oyunsuz yaşaya bilmirlər. мультиварки, да, вот такие. Mən belə şey bilmirəm, bizdə arvadım pişirir. Да, почему люди, вот они как бы, их все это так сильно заволакивают? Niyə insanlar bu şeylə bu qədər belə cəzbəyib özünü saxlayır? Потому что они хотят окружить себя этими материальными вещами, чтобы найти какой-то смысл, какую-то надежду. Çünki insanlar bu şeylərin özlərini doldururlar və hansısa ümidə istəyirlər desən, hansısa neysə ümidində bunu eləyirlər. Да, но статистика показывает, что чем больше люди им обладают вещами, чем их отношения становятся поверхностными и неглубокими. İnsanların nə qədər çox əşyaları, texnikaları çoxalırsa, onlar o qədər səthləşirlər və и не глубоко не общаются. Və dərin ünsiyyətə malik olmayan insanlara çevrilir. Dərinliyə malik olmayan insanlara çevrilir. Да, но есть также другое исследование, которое говорит, что когда человек проходит через трудности в молодом или детском возрасте, Başqa bir tədqiqat da var ki, nə zaman ki insan gənc vaxtında və ya uşaq vaxtında çətinliklərdən keçirsə и если он проходит через эти трудности с надеждой, və o bu çətinlikləri ümidlə keçirsə, то в взрослом возрасте он становится более уверенным и более сильным человеком. Və böyüyəndə yetkinlik yaşında o çətinliklərdən sonra o daha özgüvənli, daha güclü, daha belə bacarıqlı insan Да, olur. но, к сожалению, не все проходят через это. Əfsuslar olsun ki, bir çoxları isə keçmir bu şeylər. И в Писании мы видим, что Господь управляет всей историей Земли. Və kəlamdan biz görürük ki, elə bugünkü xəbərlərdə Allah bütün dünya tarixini idarə edir. Да, Иисус Христос, Его жизнь, Его смерть, Его воскресение – это то, что придает нам надежду сегодня. İsa Məsihin yer üzündəki həyatı, ölümü, əzabları, dirilməsi bizə ümid verən şeydir. Bu vacib ən əsas faktordur. И когда мы говорим об этом, мы говорим «да» и «аминь». Və biz Məsih haqqında da şu deyir, bəli və amin. Но когда в нашей жизни начинаются трудности, Və bizim həyatımızda çətinliklər başlayanda мы говорим «Господь, за что Ты меня оставил? Почему Ты меня оставил?» və başlayır demək ki, ay Allah, mən niyə tərk elədin sən, mən niyə atdın sən? То есть история Земли, вся эта вселенский план Господа, это все классно. Kəlamda yazılan şeylər hansılar ki, nə bilim, bəşər tarixi, dünya, İsrail xalqı, nə bilim, İsa'nı öldürmək, bunlar hamısı gözəldir, yaxşıdır. Но как это относится к моей личной Mənə nə жизни? dəxlisi var bunların axı? И мы сегодня поговорим, как жизнь Христа учит нас надеяться и сохранять оптимизм. Və bu günə biz danışacağıq ki, necə Məsihin həyatı bizə ümidli və nikbin olmağa kömək edir. Давайте поговорим вначале о видах надежды вообще. Və gəlin ilk öncə ümid növlərindən danışaq. И первый вид Birinci ümid odur ki, – это мечтательная надежда. xəyalpərəst ümid. Я долго сомневался, что это слово, но это правильно, да? Правильно. Да. Это слово, например, какое? Bu necə bir sözdür, xəyalpərəst ümid? Это когда, например, ты стоишь в пробке, ты опаздываешь на работу, и ты говоришь, хоть бы этот зеленый свет уже загорелся, я поехал бы. Hə. Və yaxud məsəl üçün sən yanmısan tıxacda, gözü qırmızı işıqda, deyirsən, bir dənə bu yaşlı işıq yanardı, mən sürüb gedərdim. Да, или когда там очередь какая-то, хоть бы они уже эта касса там быстрее бы этот кассир бы заработал, бы я Məsəl üçün, neysə kassa növbəsində yanmısan, deyirsən, bir dənə kassa tez bolar yerdə, mən çıxardım oradan. Это хорошо, как бы, но Я это нам что, да? ничего не дает. Amma bu yaxşı, amma bizə heç nə vermir. Потому что наша вот эта надежда ни на что не влияет. Çünki bu ümid heç bir şey təsir etmir, adi boş bir şeydir. То есть, в конечном счете, никакого результата нет. Son nəticədə bu ümidin böyük bir nəticəsi olmur, yəni elə bir şey deyil. Или есть некоторые люди, которые верят в то, что они надеются в то, что они купят лотерейный билет и выиграют в лотерею джекпот. Elə insanlar var ki, məsəl üstəndə. Мы же İnanır ki, kimsə götürüb 1 milyon verəcək, ya lotereyadan bilet alacaq, udacaq oradan birdən-birə, hop, olacaq ikinci doping. Да, но мы когда-нибудь размышляли, какая шанс выигрыша джекпота? Və siz heç fikirləşmirsiniz ki, sizin nə qədər şansınız var ki, siz jackpotda qalib olsunuz? Да. По теории относительности выиграть джекпот в лотерее равносильно тому, что вас несколько раз в день ударит молния.
Nisbinin nəzəriyyəsinə görə lotereyada udmaq bu səni bir gün ərzində neçə dəfə ildırım vurmağına bərabərdir. Yəni. Да, то есть выиграть джекпот именно. Məsələn, jackpotu udmaq hesab et ki, səni günün orta vaxtda ildırım vurmasına bərabər bir şeydir. Yəni qeyri-mümkün bir şeydir. Да, и люди покупают эти лотереи, там постгазант, 4+1, 4+4, я не знаю, мега-лотерея, да, все у нас это есть. Məsəl üçün, sadaladığı bütün lotolarda, nə bilim, 4 üstə gəl 4, 1 üstə gəl 1, 7, 8, 6 min, 12 vur 20. Bu kimi lotereyalar var və insanlar ümidlə alırlar ki, mən udacağam. То есть выиграть лотерею равносильно тому, что тебя выберут как космонавта, которого отправят на Луну. Məsələn, sən lotereyada udmaq ona bənzəyir ki, məhz səni gəlib seçəcəklər ki, gedəsən Marsa səyahətə, elə bir şeyə bənzəyir. Вот, есть одна известная лотерея, шанс выиграть джекпот 1 к 300 миллионам шансов. Məsəl üçün, bir lotereya var ki, sənin şansın 300 milyondan bir nəfərdir. 300 milyon adamdan birsən, yəni. Da. Olmayacaq o şey. Mən onu baxsa, ChatGPT-də yazdım. Bir dənə qəşəng reklam çıxdı qavana. Yazdım ChatGPT-də. Mənim nə qədər şansım var ki, Azərbaycanda bu lotonu alsam udaram da. Yəni dedim mən 14 milyonda bir şansım var. Dedim işte da 10 milyon əhali var. 10 milyon da, 14 milyonda. И люди verят в это. İnsanlar inanırlar bu şeyə. Вот наш дорогой брат Рустам. Məsələn, turistlər inanır belə şeylərə. Он мне раз пришел и сказал, что bir dəfə gəldi yanıma və dedi ki, представляешь, что к тебе подходит ученик, то есть мой ученик. Məsələn, deyir mənə ki, bax sənin şagirdin məktəbin müəllimsən, gəlir sənin yanıma deyir ki, И говорит, что dорогой учитель. o deyir, əziz müəllimim, Да, мне очень нравится, как ты преподаешь. Mən xoşuma gəlir sən necə bizə dərs keçirsən məktəbdə. Да, посмотри, пожалуйста, в окно. Bax pəncərədən bayıra aşağı. Видишь, там новенькая черная машина Və стоит. görsən öz qara təzə maşınıya bax. Toyota Camry. Toyota Camry-yə. Вот это твоя. Bu sənindir, sənə bağışlayım, şagird bağışlayım mənim. Но насколько это реально вообще? O nə dərəcədə bir real bir arzu şeydir. Да. То есть эта семья, это надежда, это надежда. Sorry. Она классная, но... Bu arzu yaxşıdır, bu ümid yaxşıdır, ümid qəşəng səslənir də. Да, но она nичего не дает в конечном счете. Amma səni heç də vermir. Burası boş arzuluysa ümid gəlirsən. Может, приятно бывает. Amma ürəyimə xoş gəlir də kimsə sənə götürəcək 1 milyon bağışlayacaq. Второй тип надежды. İkinci ümid tipi isə это ожидаемая надежда. Bu gözlənilən ümiddir. Это немного посерьезнее. Bu biraz daha ciddi bir şeydir. То есть это, например, это надежда, которая основывается на фактах, но не на каких-то мечтаниях. Bu faktlar üzərində qurulan bir ümiddir, amma Но не на мечтаниях, но на фактах. xəyallar üzərində yox, iminli faktlar üzərində. Например, я посадил помидоры. Məsələn, mən pomidor əkmişəm. В своем огороде. Я ухаживал за ними, поливал в свое время. Əkmişəm, becərmişəm, sulamışam, qarşısına qalmışam. И когда придет время, я что ожидаю? Ожидаю пожинать. Sən əkmişsən və gözləyirsən nəticəsi ki, olacaq da bu əkmişsən bunlar. Да, это не такая, как мечтательная надежда, когда, например, я утром просыпаюсь и говорю, я сейчас надеюсь, что я выйду во двор и я найду там помидоры, хотя ничего не делал для этого. Bu elə belə deyək, xəyalpərəst deyirsən ki, əkməmsən, biçməmsən, deyirsən çıxın bayıra görün pomidor var orada. Да, несомненно, надежда, это та надежда, например, когда вот женщина беременна, да, у нее как бы 9 месяцев развивается плод в животе, то есть в чреве. Gözlənilən odur ki, ümid odur ki, xanım hamilədir və bilirsən ki, filan vaxtda uşaq dünyaya gələcək. Да, то есть это основано на факте, она видит это. Bu faktdır, bu real bir şeydir. Görürsən bunu və bu baş verəcək. Да, но, к сожалению, amma əfsuslar olsun ki, несмотря на все самые лучшие исследования в медицине, baxmayaraq ki, nə qədər sən elmin nailiyyətlər olsun bu dəqiqə. несмотря на все финансы, которые ты тратишь, Baxmayaraq ki, sən nə qədər pul xərcləyirsən. несмотря на всех самых классных врачей, Baxmayaraq ki, ən yaxşı həkimin yanına getmirsən. происходят выкидыши. Bəzən olur ki, uşaq düşür. Да, к сожалению, женщины теряют, то есть семьи теряют детей. Əfsus olsun ki, ailələr uşağı itirirlər. И это говорит нам о том, что и эта надежда, это не та надежда, на которую мы можем 100% надеяться. Amma bu ümiddə o demək gözləniləndir, realdır, faktlarlandır, amma 100% deyil ki, hə, 100% bu yerinə yetirir. Не гарантированно. Heç kəs sənə sığorta vermir, heç kəs sənə zəmanət vermir ki, bu tam yerinə yetəcək. Да. И поэтому есть третий тип надежды. Buna görə üçüncü ümid var. Это несомненная надежда. Şübhəsiz ümid. Это надежда, о которой говорит Писание, на которую мы можем надеяться и строить свою жизнь. Bu şübhəsiz ümidi isə bizə müqəddəs kəlam açır ki, biz ümidlə ona sahib olaq. Это тот якорь крепкий и надежный, на котором можем
рассчитывать. Bu sanki bir lövbərdir, hansı ki ona biz etibar edib dayana bilərik. Мы часто говорим о вере. Необходима вера, необходима вера. Biz çox zaman danışırıq ümid, imandan, iman lazımdır, iman belə elə. Да. Но что такое вера? Bəs nədir iman? Это осуществление ожидаемого и уверенность в невидимом. Bu Azərbaycanca necə? 11-ci То есть, fəsil когда я 1-ci. верю, Görünməyən şeylərə əmin olmaqdır bu. да. Görünməyən şeylərə görmürsən, amma etibar edib əmin olursan. То есть здесь написано, что осуществление ожидаемого, то есть то, что мы ожидаем, на что мы надеемся. Biz gözləniləni gözlədiyimizə etibarla, ümidlə gözləyirik. То есть если я не надеюсь на рай, мне нет смысла в него верить. Əgər mən məsəl üçün cənnətə, əbədi həyatı inanmıramsa, nə mənası var onu gözləməyin. Да. И жизнь Иисуса Христа – это прекрасный пример вот этой вот несомненной надежды. Və Məsihin həyatı şübhəsiz ümidin nümunəsidir. То есть Иисус Христос своей жизнью и своим поступком показывал, что я имею ту надежду, которая вас никогда не подведет. İsa Məsih bütün həyatı ilə göstərir ki, məndə elə bir ümid var ki, heç zaman sizi yarı yolda qoymayacaq. И если мы будем смотреть на мир глазами Иисуса Христа, мы не будем зависеть от погоды, от экономики, то, что Саид сегодня говорил. Əgər biz İsa Məsihin gözləri ilə bu dünyaya baxsaq, biz bayırda baş verən şeylərdən asılı olmayacağıq. Nə havadan, nə iqtisadiyyatdan, nə siyasətdən. Heç nədən asılı olmayan bir həyat yaşayacağıq. Да, но что же это значит? Это вот надежда Христа. Bəs Məsihin ümidi nə deməkdir? Первое. Первое. Иисус всегда основывал свою жизнь не на желаниях, а на Слове Божьем. İsa Məsih həmişə həyatın öz istəklərinə deyil, Allahın sözünə əsaslandırır. То есть он принимал решение не из того, что он чувствовал в данный момент, или то, что он, какое у него было сегодня настроение в этот день, но он основан на том, что говорит Слово Божье в этой İsa ситуации. Məsih keyfi ilə, əhval-ruhiyyəsi ilə, hissləri ilə mən bu gün belə istəyirəm, mən bu gün belə istəyirəm. O ilə yox, Allahın sözü əsasında yaşayırdı. Да, когда происходила какая-то трудность, он говорил, что написано в Писании. Hər hansı bir çətinlik olanda məsələn həyatında, İsa nə deyirdi? Kəlamda nə yazılıb? И в Писании есть больше 7000 обещаний Бога для нашей жизни. Kəlamda 7000-dən çox Allahın vədi var bizim həyatımızda. И в Писании написано, что Бог не может лгать. Və kəlamda yazılır, Allah heç zaman yalan danışmır. Есть ли что такое, что Бог не может сделать? Elə bir şey varmı ki, Allah onu eləyə bilmir? Конечно, есть. Əlbəttə ki, var. Да, Бог не может грешить. Məsələn, Allah heç vaxt günah eləyə bilmir. И самое главное, что Бог не может обманывать или лгать. Və onlardan biridir ki, Allah heç zaman yalan danışmır, yalan danışa bilmir. Да, и если Бог обещал, Əgər Allah vəd veribsə, то это 100% bu 100% faizsiz, dəqiq bu baş verəcək. И если я основываю свою жизнь на эмоциях, на своих талантах, Əgər mən öz həyatımı, öz bacarıqlarım, öz qabiliyyətlərim, öz imkanlarım üzərində на qururamsa, своем интеллекте, öz ağlım üzərində, intellektim в üzərində, своих условиях жизни, öz həyat şəraitim üzərində qururamsa, это максимум ожидаемая надежда, но они подведут 100%. və bu cür ümid qurmaq özüm bacarıqlar, öz bilim əsasında. Bu gözlənilən ümid əsasındadır. Yenə də bu 100% deyil, dəqiq deyil. И когда сатана искушал Христа в пустыне, он 40 дней не ел, он пить хотел, и сатана пришел к нему и говорит, что давай преврати все это в хлеб. Və Məsih şeytanla sınağa çəkiləndə, şeytan ona gəlirdi ki, gəl bu daşı çörəyi çevir. İsa Məsih azdır, 40 gündür yemir, 40 gündür səhradadır, şeytan üzə durub, suzdur. Şeytan onun ehtiyaclarına uyğun təkliflər edir, bacarıqlarına uyğun И təkliflər. что отвечает он? Bəs İsa Məsih nə cavab verir? Ага, откроем стих. Иисус же сказал, вот, написано, что не хлебом одним будет жить человек, но всяким словом Божьим. Lakin İsa ona belə cavab verir, insan yalnız çörəklə yaşamaz deyə yazılmışdır. Да, написано, вот именно что. Həm Allahın sözü ilə yaşamaq, Azərbaycanca yoxdur yaşa. No всяким словом. окей. Lakin Allahın ağzından çıxan hər bir sözlə yaşayır. Да, написано в Писании. İsa Məsih deyir, kəlamda belə yazılmışdır. Ага. Второй пункт. Иисус видел дальше настоящего. İsa Məsih reallıqdan ötəni görürdü. Да, переключить слайд. Değişə bilərsən? Ага. Да, Иисус никогда не останавливался в том, что происходит прямо сейчас. İsa Məsih heç vaxt onun üzərində qalmırdı, hansı ki reallığı indi bu dəqiqə baş verən şeylər. Да, дальше.
Например, когда Петр пришел и сказал, что да не будет с тобой вот этой вот смерти на креста, вот этих страданий, что ответил ему Христос? Petr gəlib İsa'ya deyəndə ki, gəlib səninlə bütün şeylər baş vermişsə, sən çarmıxa getmə, ölmə falan. İsa nə cavab verdi? Он сказал, отойди от меня, сатана. İsa məsələn, əl çək məndən şeytan, uzaqlaş məndən şeytan. Потому что если Христос только бы сконцентрировался на той боли, которая будет на кресте, Он не смог спасти нас. İsa Məsih o reallığa köklənsəydi, hansı ki, onunla baş verəcəkdi ağrılar, narahatçılıqlar, İsa Məsih bizi xilas edə bilməzdi. Мы часто застреваем именно в сегодняшнем дне. Biz çox zaman məhz bu gündə ilişib qalır, bu dəqiqə həyatında nə baş verir. Да, нам сложно видеть, что будет дальше. Bizə çətindir sonranı düşünək. Да, у нас в жизни происходит какое-то потрясение, и мы говорим, что Господь, Ты меня оставил. Bizim həyatımızda hansısa belə deyək, çaxnaşma olanda bizi ya sən məni atmasa tərk eləmirsən. Но когда мы смотрим на мир так, как смотрел Христос, Amma biz bu həyata Məsihin gözü ilə baxanda, мы надеемся на то, что это все временно, но есть будущее. biz baxırıq ki, bu yaşadığım çətinliklə yaşadığım hər şey müvəqqətidir. Məni daha yaxşı əbədi həyat gözləyir. Да. Это не отрицание каких-то трудностей. Bu sənin reallığı, çətinlikləri inkar eləmək demək deyil. Да, ты признаешь свои трудности. Sən öz çətinliklərini, reallığını qəbul edib inkar etmirsən. Да, но ты видишь, что у Бога, ты веришь в то, что у Бога есть план на твоей. Amma yenə də inanırsan ki, Allahın sənin həyatın üçün bir planı var. Третье, Иисус учил видеть смысл страданий. Üçüncü, İsa Məsih əzablarda məna görməyi öyrədirdi. Иисус никогда не отрицал боль. İsa Məsih heç zaman ağrını inkar etmirdi. Он плакал, когда умер Лазарь. İsa Məsih ağlayırdı Lazar öləndə. Он скорбел о неверии Иерусалима. O Yerusəlim üçün ağlayırdı onların imansızlığına görə. Да, когда он был в Гефсиманском саду, он плакал кровяными потом. Да, слезами. İsa Məsih Getsemani bağında qanı tərə qaçmışdı. Axırdı. Да, но он видел, что страдания – это возможность для нас вырасти. Amma eyni zamanda o baxırdı ki, o əzablar bizim üçün inkişaf üçün bir yoldur, bir vasitədir. Да, когда в жизни происходят какие-то страдания, мы должны, мы опять же, нам это сложно, но мы можем учиться из этих страданий. Və bizim həyatımızda çətinliklər olanda bəli bizə ağrıdır, bizə çətindir, amma onlar vasitəsilə biz nə isə öyrənə bilərik. Да, и в Евангелии от Иоанна, 12 главе, Yəhya müjdəsi 12-ci fəsildə написано, что истинно говорю вам, если пшеничное зерно, падшее в землю, не умрет, то останется одно, а если умрет, то принесет много плода. doğrusunu sizə deyirəm. Əgər bir buğda dərəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə çoxlu məhsul verir. Да, когда умер Иисус, все подумали, это конец. İsa Məsih öləndə hamı deyir, "Vəsə, bitdi hər şey." Но если бы все бы закончилось с его смертью, Hər şey onun ölümü ilə bitsəydi, onun ölümü ilə тогда это dayansaydı. был бы tupik. Bu sadəcə tupik olsaydı, yol yoxdur, Но vəsə, слава bitdi. Богу, что Господь через свою смерть спас нас. Amma şükür Rəbbə ki, o öz ölümü ilə bizi xilas etdi. И наши страдания Бог также может изменить в благословение. Və o bizim həyatımızdakı çətinlikləri sonradan bizim üçün xeyirli duaya çevirə bilər. Четвертое. Dördüncü, Оптимизм Иисуса выражался в Его словах. İsa'nın nikbinliyi onun sözlərində ifadə olunurdu. Иисус никогда не говорил, ну, посмотрим, как получится. İsa Məsih heç vaxt demirdi, baxaq görək necə alınır. Да, я помню в детстве, когда мы ходили семейно гулять куда-то, Biz uşaq vaxtında ailəmizlə harasa gedəndə, я gəzməyə, всегда спрашивал отца, что там, папа, ты мне купишь там сладкое что-нибудь? və atama deyən, ata mən üçün falan şey alarsan, И он всегда говорил, посмотрим. o deyir, baxarıq. Да, это была такая фраза, которую всегда говорили. Никогда не было какой-то четкости. Atam həmişə mənə baxarıq, ola bilər, nisiyələrlə danışırdı. Bir dəfə bu kişi mənə demədi ki, hə, eləyərik bunu, dəqiq. Да, или говорил, денег нет. Ya da ki, deyərdik, dəqiq dediyi şey o idi ki, pul yoxdur. Но когда он говорил, денег нет, это было более verayetно, что он kупит мне, чем посмотрим. Hə, o deyəndə ki, pul yoxdur, bu daha inandırıcı idi ki, nəsə alacaq, mən üçün nəyin ki, baxarıq da heç olmurdu. Да, но у Иисуса не было так. Он всегда говорил, например, встань, иди, прощаются тебе грехи твои. То есть у него были четкие фразы. İsa Məsih hər zaman qətiyyətlə danışır. Dur, get, elə, qalx ayağa və s. İsa Məsih həmişə qətiyyətlə, əminliklə danışır. Да, и есть один замечательный стих в Писании. Məsələn, Kəlamda bir ayə var, gözəl. «Сие сказал я вам, чтобы вы имели во мне мир. В мире будете иметь скоро, но мужайтесь, я победил мир». Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var. Amma cəsarətli olun. Mən dünyaya qalib gəldim. То есть это мне дает мотивация лично. Mənim üçün bu ayə çox böyük ruhlandırma dəsinə. Да, то есть будут страдания, будут трудности, но Господь победил. Çətinliklər olacaq, əzablar olacaq, bəli.
Иисус сам прошел через это, и сегодня Он дает нам этот оптимизm. İsa Məsih bütün bu şeyləri keçdi. Sonra özü indi isə özü bizə nikbinliyi verir. Следующий, 5 пункт. 5-ci isə Иисус видел Божью заботу в других людях. İsa Allahın işini başqa insanlarda görürdü. Да, например, как... Иисус видел Божью работу. Да, работа, ищены. Например, когда другие видели какую-то слабость или каких-то несовершенных, неуверенных людей, Иисус смотрел на них по-другому. Məsələn, insanlar kimlərsə baxanda onun zəifliklərini, bacarıqsızlarını görüb üz çevirəndə İsa Məsih onlarda başqa cür yanaşırdı onlara. Когда смотрел на Петра, İsa Məsih məsəl üçün baxanda Petra, да, это был необразованный рыбак, o savadsız bir balıqçı idi. но он видел у него человека, который будет основанием, как сказать, скалой, на которой будет основана церковь. Amma İsa Məsih ona baxanda onda görürdü ki, o qaya ola bilər. O gələcək kilsənin qurulmasına vacib bir təməl ola bilər. Да, когда к ним привели женщину, которая была увлечена в аморальном поведении, İsa Məsih yanına bir qadını götürəndə hansı ki əxlaqsızlıq üstünə tutulmuşdu. да, ее pоймали прямо за этим делом. Onu zina üstə tutmuşlar. И он дал ей шанс. Он верил в то, что из нее что-то может выйти другое. İsa Məsih ona qadına şans verdi. Çünki inanırdı ki o qadın həyatı dəyişirə bilər. Да, когда весь мир взирал на Захея как грешника и собирателя налогов, Иисус на него по-другому смотрел. Nə zaman ki Zakkaya hamı saz vergi yığan, pis adam kimi baxırdı, İsa Məsih onda potensial görürdü, ona bir başqa cür baxırdı. Да, и мы также должны учиться от Иисуса Христа. Eyni cürlə biz İsa'dan öyrənməli bu cür insana yanaşmalı. Да, я сам себе борюсь в этом. Mən özümlə mübarizə aparıram. С осуждением часто это bывает у Çox меня. vaxt insanları mühakimə edirəm, deyirəm bunlarda adam olmayacaq. Я верю в то, что с Божьей благодатью, силой каждый человек может развиться, и вне зависимости от его талантов и каких-то, не знаю, даров. Və mən inanıram ki, Allahın gücü ilə hər bir insan, baxmayaraq savadından, bacarıqlarından, hər bir insan dəyişib inkişaf edə bilər. Да, я помню в одной церкви, где мы росли, это в Сумгаите. Böyüdüyüm Sumqayıt kilsəsində. Там у нас были разные талантливые люди, которые играли на пианино, там, Orada гитарах. çoxlu bacarıqlı cavanlar var idi. И когда там пастор пришел и сказал, что вы не могли бы собрать просто на синтезатор там какую-то мелодию для прославления. Orada pastor gəldi bir gün, dedi ki, siz bir musiqi ifa eləyə bilərsiniz ilahilər üçün. То есть, как бы, нужно было как фонограмма раньше называлась, то есть сопровождение для прославления. Məsələn, fonoqram, kompüterdə fonoqram, kompüterdə də. Kompüterdə fonoqram qoymaq lazım idi ki, ilahilər oxusunlar. Да, и все эти люди, они все начали какие-то отговорки придумывать. Və bu insanın hər biri başladı bir bəhanə ilə Типа, я работаю, qaçmağa. Mən işləyirəm, я занят, mən məşğulam, я и так уже много служу. mən onsuz da o qədər çox xidmət edirəm. Да, но потом этот пастор обратился к девушке-инвалиду. Və sonra həmin pastor bir Əli xanıma yaxınlaşdı. Да, у этой девушки, у нее с детства была проблема, у нее как бы кости, они недостаточно было витаминов, и они просто скручивались вот так. O qızın xanımın problemi idi. Vitaminsizliyindən, uşaqlığından sümükləri puç idi də, belə burulurdu, zəif idi. И у нее ноги были, она не могла ходить, у нее руки были вот таким вот пальцем. Onun əlləri beləsinə idi, ayaqları tutulmuşdu, işləmirdi, yəni Karaskada gezirdi. Да, но у нее был классный дар, у нее был хороший слух. Amma onun yaxşı güclü eşitmə qabiliyyəti. И когда пастор обратился к ней, она сказала, что да, конечно. Və pastor həmin o 50 xanıma yaxınlaşıb deyəndə, xanım dedi, bəli, mən eləyərəm. Да, то есть люди, у которых есть все, у которых есть, Бог дал огромные таланты, они не смогли это сделать. Но человек, который был полностью больной и несовершенный, Бог его использовал. Və o qız hansı insanlar ki, hansı ki bacaqlar və sağlamlıqlar yerində idi. Eləmədilər, amma bu xəstə hansı ki ondan heç nə gözləmək olmazdı. O indi yeri gəlmişkən Azərbaycanda bir çox kitablar, məsihçi kitabların tərcüməsi, bir çox ilahilər həmin o şikayət qız edir və indi də musiqi komandası xidmət edir. Elnari, hə. Да, вы знаете, да? То есть это Mən özüm şoka düşmüşdüm ki, bu cür adam, yəni tərpələmirdə bu qədər şeylər Azərbaycan məsihçiliyi üçün bu xəstə qız bu qədər şeylər edir. Bütün Azərbaycan kilsələri üçün. То есть эта девушка не только по всем Азербайджану. Hə, tərcümə işləri görür, musiqi işləri görür, nə bilim nələr. Bir dənə xəstə qız, əlləri işləmir bu adam. Necə eləyir bunu belə xəstə? Həqiqətən möcüzədir. O qızın elədikləri mən heç o qədər eləmirəm o gəlir. И
за нее только мать смотрит, если я не Hə, ошибаюсь. onun anası ondan qayıqsan, anası onu saxlayır. Старая женщина поднимает ее, постоянно складывает на коляску, кладет с машины в машину. То есть это Və служение. onun yaşlı anası ona götürür, qaldırır, çünki özü hərəkət edə bilmir də. O hərəkətsiz şəkildə bu qədər şeylər edir. И последний пункт, 6. Və sonuncu 6-cı maddə Иисус воплощение надежды для нас сегодня. İsa Məsih bu gün bizim üçün ümidin təcəssümüdür. Надежда это не просто чувство. Ümid təkcə hisslər deyil. Надежда это личность. Ümid şəxsiyyətdir. Это Христос. İsa Məsihdir. В Колоссянам написано, что Христос в вас это упование славы. Daxilinizdəki ümid Məsihdir, hansı ki sizdə yaşayır. Когда Христос живет в сердце человека, человек уже начинает смотреть на жизнь по-другому. Nə zaman ki Məsih insanın ürəyində yaşayır, insanın həyata baxışı, dünyaya baxışı tamam fərqli olur. Да. Когда в твоей жизни буря, когда ты находишься в лодке, Nə zaman ki sənin həyatında, ətrafında tufan baş verir, sən qayıqdasan, да, знаешь, что Иисус вместе с тобой в этой лодке. sən əmin ol ki, İsa Məsih də səninlə bu qayıqdadır. Да, он может спать, как было в том O hekayədə kimi İsa yata bilər sənin qayığında. Да, и ученики будили, что учитель, ты разве не видишь, что мы тонем? Şagirdlər onu ayadırdılar ki, yarıb görmürsən, batırıq burada. Но Иисус знал, когда нужно там действовать, да? Amma İsa Məsih yaxşı bilir nə zaman fəaliyyətə keçmək lazımdır. Когда ты видишь крест, который заканчивает жизнь человека, Иисус видит воскресение. Nə zaman ki biz insana çarmıxa baxanda ölüm son görürüksə, Məsih ora baxanda əbədiyyət, gələcək görür, bizləri görür. Да, и когда мы видим ночь, Христос видит рассвет и надежду. Biz qaranlıq gecə görəndə Məsih günəş, gündüz işıq görür. И в послании к Римлянам написано, что тем, кто любит Бога, все содействует ко благу. Və Romalılar 8:28-də yazılıb ki, Поменяйте. biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, onun məqsədinə görə çağrılanların xeyrinə işləyir. Хотел бы закончить проповедь одним сравнением. İstəyirəm bu vəzi bir müqayisə ilə bitirim. В послании к евреям, да, написано, что надежда это якорь. Якорь безопасный и сильный. Якорь безопасный и сильный. Kəlamda yazılıb ki, Надежда это якорь. ümid bir lövbərdir, hansı ki təhlükəsizdir və güclüdür. Зачем вообще якорь кораблю? Və niyə ümumiyyətlə belə gəmiyə lövbər lazımdır? Первое, это чтобы корабль его не болтало со стороны в сторону. Birinci ona görə ki, gəminin lövbər lazım, dalğalar gəmini ora-bura sürükləməsin. Да. И чтобы он был стабильным во время шторма. Ki tufan vaxtı, qasırğa vaxtı gəmi stabil olsun. Якорь не позволяет человеку просто уходить куда-то в другие направления. Və ümid lövbəri insanı həyatında nə olanda ora-bura sürüklənməyə qoymur. Да. А человеку так легко уйти просто в другое неправильное направление. İnsanlar çox rahatdır ki, başqa bir istiqamətə gedib çıxsınlar. Например, уйти от Бога, Və sizə Allahdan uzaqlaşmaq, уйти от своих целей каких-то. öz hədəflərindən getmək, Или уйти от людей, которые любят тебя. səni sevən insanlardan çıxıb getmək. И также я говорил, что якорь дает стабильность во время бури. Və lövbər tufan vaxtı, qasırğa vaxtı stabillikdir. И чем сильнее буря, тем сильнее якорь нам нужен, чем больше якорь нам нужен. Nə qədər çox böyük tufan varsa, qasırğa varsa, o qədər bizə dərin, böyük lövbər lazımdır. Да, хотел показать пару картинок. İstəyirəm bir neçə şəkil göstərim sizə. У меня это цепь одного из самых больших якорей на земле. Bu böyük bir lövbərlərdən birinin zənciridir. Видите этого человека? Да, он просто... Görürsünüz adam nə boyda onun yanında. Да, он просто какой-то, не знаю, как игрушечный рядом с этой цепью. Adam bu lövbərin zəncirlərinin yanında sadəcə bir oyuncağa oxşayır. Да, а дальше следующая картинка, это якорь, один из самых больших якорей. Və növbəti ən böyük lövbərlərdən biri. Да, представьте, какой должен быть корабль, чтобы у него был такой. Təsəvvür edin, gəmi nə boyda olmalıdır ki, o boyda lövbəri olsun. Да, и если вы хотите прожить жизнь, обычную, невзрачную жизнь, вам достаточно будет маленький какой-то якорь. Əgər siz sadə belə mənası yüngül həyat olursa, balaca bir lövbər bəs eləyər. Но если вы хотите действительно прожить крутую жизнь, Əgər siz doğrudan həyatınızı yaxşı, dərin, gözəl, möhtəşəm yaşamaq istəyirsinizsə, как Иисус называет, жизнь с избытком. Məsələn, Məsihin dediyi kimi,
bol həyat, dolğun həyat. Да, вам необходим якорь безопасный, якорь крепкий, якорь Sizə большой. yaxşı, böyük bir ümid lazım, böyük lövbər lazımdır. Потому что в вашей жизни будут штормы, Çünki həyatınızda mütləq tufanlar, qasırğalar olacaq. будут ураганы. Hər cür qasırğalar olacaq. И если у нас не будет крепкого якоря, Əgər sizin böyük belə lövbəriniz, ümidiniz olmasa, не будет надежды, то мы не устоим. dözə bilməyəcəksiniz bu həyatda. Да, к сожалению, люди ищут его везде, кроме Бога. İnsanlar bu lövbəri, ümidi hər yerdə axtarırlar, amma Allahda axtarmırlar. Да, там в спиртном некоторые ищут, Kimsə içkidə axtarır bunu, в развлечениях, əyləncədə axtarır bunu. какие-то успокоительные принимают, Kimsə sakitləşdiricilər içir, или какие-то любовные интрижки, романы. kimlərsə sevgi əyləncələri axtarırlar, başqa nə bilim. И мы часто Романтика. говорим, да, часто говорим, что вот я нашел бы вот хорошую работу с хорошей зарплатой, и тогда я бы был бы счастлив. Kimsə deyir ki, mən yaxşı maaşlı bir iş tapsaydım, mən xoşbəxt olardım. Или я нашел бы себе хорошую девушку бы, Bir yaxşı bir qız tapsaydım, Elə хорошо halal südənmiş. да, или парня хорошего, Bir yaxşı bir oğlan ata-ana qayğısı или çəkərdim. мужа. Və yaxud da ər tapa bilsəydim. Да, но на самом деле это не тот якорь, который нас сможет. Amma bu lövbərlər heç biri həyatımız üçün yetərli deyil. И мы сегодня говорили о том, что только жизнь Христа может дать нам истинную надежду. Yalnız Məsihin həyatı bizə həqiqi ümidi verə bilər. Да, и он не говорил нам просто игнорировать трудности. İsa Məsih bizə demirdi ki, biz reallığı inkar eləyə baş verən şeyləri. Да, но он говорил, что нам необходимо смотреть на эти трудности с небесной Amma перспективы. deyir, bu həyatımızda baş verən reallığa Allahın prizmasından, onun gözləri ilə baxaq. Да, христианин это человек, который идет в этот мир, живет в этом мире, Məsihçi o şəxsdir ki, hansı ki, bu dünyada yaşayır, bu dünyanı. проходит через трудности, через тьму, Çətinlikdən, qaranlıqdan, hər şeydən keçir. который naходится в буре, Hansı ki, daimi tufanın içindədir. но понимает, что Иисус обещал, что я победил мир. Amma əmindir ki, İsa deyib ki, inanır ki, ümidi var ki, İsa bu dünyaya qalib gəlir. Аминь. Amin. Вопросы? Suallarımız, комментарии? kommentaryalarımız var. Да. Да, это просто пункты, о которых мы сегодня говорили. Bu həmin maddələrdir hansılar ki, biz haqqında danışmışıq. Да, то есть жизнь Иисуса Христа это хороший пример для нас. İsa Məsihin həyatı bizim üçün yaxşı bir nümunədir. И на что мы надеемся сегодня? Bu gün mən şəxsən nəyə ümid bağlamışam? Могу ли я сказать, что в моих трудностях и ситуациях я надеюсь на Христа? Gəlin yadımıza yoxlayaq özümüzü. Mənim çətin vaxtlarımda mən Məsihə ümidimi bağlamışam. Да. Когда я болею, кому я первым? Я прихожу к Богу, я начинаю искать, посоветуйте хорошего. Mən xəstələnəndə birinci Rəbbin yanına gəlirəm, yoxsa həkimə qaçıram, axtarıram. Да, я не говорю, что врачи как бы это... Yox, biz demirik ki, həkimlərə getməyimiz yox, əksinə getmək lazımdır. Да, но Господь, Он самый lучший врач. Amma İsa Məsih ən birinci həkimdir. Да. Gəlin fasilə götürək onda. Bir 2 dəqiqə öz ürəyimizdə düşünək. Давайте возьмем небольшую паузу на 2 минуты и в своих сердцах подумаем. Hər kəsə şəxsə özü üçün. Каждый лично пусть подумает, Onun ümidi həyatda kimədir, nəyədir? в чем заключается надежда моя в этой жизни. Nələrə arxaya yaşayıram? Həyatımı necə dəyərləndirirəm? Hansı prizmadan dəyərləndirirəm? На чем я основываю свою жизнь, на что я надеюсь, и с какой призмы я смотрю на эту жизнь. Məsihəmi? Həqiqətən Məsihəmi? Действительно ли к Христу, Yoxsa Məsih deyib hər şeyəmi? или же... Məsih deyib, amma hər şeyə güvənirəm. то есть мы говорим Христос, но надеемся на все, кроме Него. Və əgər ümidimiz başqa bir şeydirsə, vaxtımız var ki, indi tövbə eləyək. И если у нас надежда в чем-то другом, сейчас у нас есть возможность покаяться. Yox, əgər Məsih həqiqətən ümidimizsə, daha çox ümidlənək. И если Христос действительно наша надежда, давайте еще больше надеяться на Него.